Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve vuziyel kitabu fataral mucrimine muşfiqine mimma fihi ve yekuluna ya veyletena mali hazal kitab la yugadiru sagireten ve la kabireten illa ahsaha ve vecedu ma amilu haziren ve la yazlimu rabbuka ahada. Sadakallahul aliyyül azim. Azizler, bizi eşiden herkes, okuduğum bu ayə 18-ci surə Quran-ı Kərimin Kəhf surəsinin 49-cu ayəsidir. Allah buyurur, hər bir kəsin əməllərinin yazıldığı kitab qiyamət günü onun qarşısına qoyular və görəcəksən ki, günahkar adamlar burada yazılan əməllərin cəzasından necə qorxacaq. Onlar deyəcəklər, vay bizim halımıza, bizim bütün böyük və kiçik günahlarımızın hər biri bu kitabda göstərilibdir. Və Nəcm surəsinin 32-ci ayəsində Mütəal Allah buyurur ki, özlərini böyük günahlardan, çirkin əməllərdən qoruyanlar yaxşı insanlardır. Sözsüz ki, Allah Taala'nın əhvi çox böyükdür. Şura surəsinin 34-cü ayəsində Allah Taala buyurur, böyük günah və çirkin əməllər törətməyən insan üçün axirət nemətləri əbədidir. Və bundan öncəki söhbətimdə də demişdim, Nisa surəsinin 48-ci ayəsində Allah Taala buyurur, ona şərik tutmağı bağışlamır. Ondan aşağı həddə olan günahı istədiyi hər kəs üçün bağışlaya bilər. Lakin Allaha şərik tutma iddiasında olan hər hansı bir insan böyük günah işlətmiş olubdur. Və Quran-ı Kərimin yenə Nisa surəsinin 31-ci ayəsində siz əzizlər, bundan öncə də mən demişdim, Allah buyurur, qadağan olunmuş, yəni sizə böyük günahlara getməyin, kiçik günahlarınızı biz bağışlayarıq, sizi saadətli bir yola, cənnətə daxil edərik, şərəfli bir yol sizə qismət edəcəyik. Belə başa düşürük ki, böyük və kiçik günahlar var. İnşallah bir neçə böyük günahlardan siz əzizlərə İmam Cəfər Sadiq əleyhissalamdan gələn hədisdə ərz edim. Əmr Ubeyd adlı bir şəxs İmam Cəfər Sadiq əleyhissalamın yanına gəlir. Yəbnə Rəsulullah, günahların ən böyüyü hansıdır? İmam buyurur, Allah Taala'ya şərik tutmaqdır. Allah-u Teala Quran-ı Kərimin Nisa surəsinin 48-ci ayəsində buyurur ki, ona şərik tutan hər bir kəs üçün behişt haram olacaq. Yəni o adam cənnət görməyəcək. Ərz edim, dünyada bütün günahları insan ki, tövbə eləsə, istiğfar eləsə, səmimi qəlblə, ümidini üzməsə, Allah Taala'nın qapısını döysə, Allah bağışlayandır. O şəxslər ki, qəflətən dünya əzabı ya əcəl yetişər, gözləyər ki, mən ölən vaxtı Allah Taala'ya tövbə edərəm, bilməz, günah üzlə, günah üstündə dünyasını dəyişər
Məsəl üçün biri şərik qoşan da Allaha, o da bu cür dünyasındaysa, Allah buyurdu ki, belə insanları biz cənnətə heç vaxt qoymarıq, onlar üçün haramdır cənnət. Cəhənnəmdə olacaqlar. Ancaq bağışlanılandır bütün günahlar. Allah Teala la təqnətu, məndən ümidini üzməyin. Özü buyurur Quranda, peşman olan bəndələri mən bağışlayaram. Bu şərtdən sonraki ömrünü ola bəndəçilik etsin. Demək, ən böyük günah İmam Cəfər Sadıq buyurur, Allaha şərik qoşmaqdır. İkinci böyük günah Allah Taala'nın bağışlayacağına inanmamaqdır. Allah da Yusif surəsinin 78-ci ayəsində deyir ki, kafirlərdən başqa heç bir kəs Allah Taala'nın bağışlayacağına ümidsiz olmasın. Deməli, Allah Taala'nın bağışlayacağına inanmamaq, yəni namid olmaq ikinci böyük günahdır. Növbəti böyük günah Allah Taala'nın əzabından arxayınçılıqdır. Günahlara gedir, arxayındır, rahatdır ki, mənə Allah əzab verməz. Əraf surəsi 99-cu ayədə Allah Teala buyurur ki, ziyankar adamlar Allahın əzabından müdafiə oluna bilməzlər. Növbəti böyük günah ata və anaya əziyyət vermək, onu incitməkdir. Buna görə də o böyük yaradan valideynə itaat etməyən, zülmkar və bədbəxt hesab edir o cür övladları. Növbəti böyük günah nahaq yerə adam öldürməkdir. Nisa surəsinin 93-cü ayəsində Allah Teala buyurur, mömin bir şəxsi bilərəkdən öldürən hər bir adamın cəzası əbədi cəhənnəmdir. Həmin adam əbədi olaraq cəhənnəmdə qalacaq və Allah ona qəzəblənəcək və bağışlanmayacaq və onun üçün ağır əzab, əziyyət hazırlayacaqdır. İmam sözünü davam edərək buyurdu, növbəti böyük günah həyat yoldaşını nahaq yerə namussuzluqda ittiham etməkdir. Quran-ı Kərimin Nur surəsinin 23-cü ayəsində belə deyilir, sağlam, pak və imanlı həyat yoldaşını ittiham edən şəxslər bu dünyada və axirət dünyasında bağışlanılmayacaq və onları böyük əzab, əziyyətlər gözləyir. Növbəti böyük günah yetimlərin malını yeməkdir. Yetimlərin mallarının yeyilməsinin cəzası Quranda Nisa surəsi 10-cu ayədə Allah buyurur, onlar öz qarınlarına od yeyirlər. Yəni, odu yığırlar qarınlarına və tezliklə cəhənnəmə salınacaqlar. Sonraki böyük günah cihad cəbhəsindən fərarilik etməkdir. Quran-ı Kərim bu barədə Ənfal surəsi 16-cı ayədə buyurur ki, yenidən hücuma keçmək və ya digər mücahidlər dəstəsi ilə birləşmək kimi məqsədlərdən savayı başqa bir niyyətlə döyüş meydanını tərk edən hər bir şəxs Allah Taala'nın qəzəbinə düçar olacaq və o cəhənnəmə vasil olacaqdır. Növbəti böyük günah sələmçiliklə məşğul olmaqdır. Quran-ı Kərimdə Bəqərə surəsi 277 və başqa aylarda da var. Buyurur, sələm yeyənlər qiyamətdə şeytanın toxunaraq dəli etdiyi şəxslər kimi dirilib qalxacaq. Növbəti böyük günah yenə cadu etməklə məşğul olmaqdır. Quran-ı Kərimdə Bəqərə 102-də Allah Teala buyurur, qəti olaraq cadu etməklə məşğul olanlar axirət dünyasında barsız, bəhrəsiz olacaqdır. Yəni, axirət dünyanın barı, bəhrəsi
cadu etməklə məşğul olan adama yetişməyəcək. 11-ci böyük günah zinakarlıq etməkdir. Allah Teala Quran-ı Kərimin Furqan surəsi 68-69-cu ayələrdə buyurur, zinakarlıq edən hər bir kəs öz cəzasını alacaqdır. Bu cür insanların əzabı qiyamətdə 2 qat artacaq və onlar həmişə alçaldılmış vəziyyətdə qalacaqlar. Və növbəti günah yalandan and içməkdir. Quran-ı Kərimdə Ali İmran surəsi 77-ci ayədə Allah Teala buyurur, öz əhd, peyman və andlarını ucuz qiymətə satan şəxslər axirət dünyasında səmərəsiz, barsız qalacaqdır. Yəni, əhd peymanı, andlarını ucuz qiymətə satan şəxslər. Növbəti böyük günah müharibə gedişində qazanılmış qənimətə xəyanət etməkdir. Yenə Quran-ı Kərimin Ali İmran 161-ci ayəsində Allah Teala buyurur, müharibə gedişində qazanılan qənimətə xəyanət edən hər bir kəs qiyamət günü xəyanət etdiyi şeylə gələr. Növbəti böyük günah vacib olan zəkatın verilməməsidir. Allah Teala bu məsələnin barədə buyurur, onları cəhənnəm odunda yandırdığı həmin gün onların çöhrələrinə, yanlarına və arxalarına dağ basacaqdır. Bu Quranda var, qızıl, sikkə yığanlar, zəkat verməyənlər buyurur, onlar qızdırılıb cəhənnəm ateşində onların çöhrələrinə, yanlarına, arxalarına, alınlarına dağ kimi basacaqdır. Növbəti böyük günah yalana şahidlik etməkdir. Yəni, haqqa şahidliği gizlədir. Bu barədə Quran-ı Kərimdə deyilir, Bəqərə 283-də, şahidlik etmək istəməyən hər bir kəsin qəlbi günahkardır. Yalana şahidlik etmək və haqqı şahidliyini gizlətmək. Növbəti böyük günah şərab içməkdir. Allah Teala Quran-ı Kərimin Maidə surəsinin 99-91-ci ayələrində bu barədə deyib. Sonraki böyük günah bilərəkdən namazı və Allah Teala'nın vacib buyurduğu digər borcları tərk etməkdir. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, bilərəkdən namazı tərk edən hər bir şəxsə Allah Teala və Peyğəmbər qarşısında öhdəliklərinə qarşı nifrət baş qaldırmışdır. Bilərəkdən kim namazı tərk edirsə, hər bir şəxs Allah Teala və Peyğəmbər qarşısındakı öhdəliklərinə, tapşırıqlarına elə bir nifrət yaradıbdır. Ona qarşı çıxmışdır. Böyük günahdır. Sonraki günah 18 və 19-cu günahlar əhd peymanın pozulması və qohum əqrabaya biganə qalmaqdır. Allah Teala bu barədə buyurur, əhd peymanı pozan və qohum əqrabaya biganə qalan şəxslərə lənət olsun. Furqan 25-ci ayədə. 26-cı surə 25-ci ayə. Allah Teala'nın Quran-ı Kərimdə əziyyət vəd etdiyi günahlar şəriət qanunlarının uyğun onların hədd, cəza tədbiri təyin varıdır. Yəni, Quran-ı Kərimdə də bu günahlar barədə müəyyən cəzalar təyin olunmuşdur.